Görəsən bu simvolu böyüdüm, yoxsa kiçildim? Görəsən bu yazını bu qədər yaxınlaşdırım, yoxsa biraz ara məsafəsi olsun? Bəs tagline'ı bura qoysam yaxşıdır, yoxsa biraz yaxınlaşdırım? Yo, biraz aşağı salım. Əgər siz də bu qayğılarla üzülürsünüzsə, onda bu video sizin üçündür. Sizinlə mən Murad Əsədov, qrafik dizayner və təlimçi. İlk növbədə gəlin bu formanı sıfırdan yaradaq. Şirkətimizin adı Smile Line, yəni gülüş xətti, tagline'ı Dental Care. Simvolu çəkmək istəyirik, çox bəsit gedəcək, bir dənə düzbucaqlı çəkirik. Arc tool'a giririk, bir küncündən tutub o birisi küncünə çəkirik. Shift'i basaraq çəkirik, belə bir ideal qövs. R hərfini bastıq, rotate, fırlatdıq bunu, qalınlıq veririk. Qalınlıq artırırıq, biraz azaldırıq. Mərkəzə qoymaq, bu gülüş xəttini mərkəzə qoymaq darıqçıl görsənir. Lap yuxarıda qoya bilərik, aşağı da qoya bilərik. Mərkəzdən qaçmasın, nisbətən aşağı yerləşdiririk. Sonra baxırıq ki, iki dənə versiyanı test eləyək. Birində monoton qalınlıq gəlsin, o birisində uniformla nisbətən naziləşən qalınlıq olsun və bunu daha çox sevdim. Burada daha çox dinamika var. Əgər bunu biraz da kiçiltsəm, əsl mən istəyəndə birinci versiya ilə vidalaşırıq, ikinci versiyanı gətiririk səhnənin ortasına. Object, Expand Appearance, əla, Shift M-i basırıq, Alt-ı basırıq, yəni Shape Builder tool-la Alt-ı basırıq, gəlirik bu hissələri kəsib tökürük və salam, bizim simvolumuz hazır. Bunu götürürük, Ctrl-C, qruplaşdırdıq, altda bizim yazımız da hazır. Yazının hər ehtimalla qarşı kopyasını kənara çıxardırıq. Hərflər arası məsafəni nisbətən yığırıq, bu gözümü ideal görsənir, hər zaman yaddan çıxartmırıq ki, character panelindən bunu optikal eləyək. Optikal eləyəndən sonra görürük ki, bu çox yığıldı. Kiçik ölçülərdə bizim bu sıx trackingimiz ola bilər ki, çap olanda bəzən rənglər bir-birinə qarışa bilər. Ona görə bunu cüzim 40%, gəl 60 idi, 40-ı 50 eləyək, getsin. İndi bunu eləyirik, Ctrl-Shift-O. Böyüdürük. İndi əsas qərarı verəcəyik ki, bu simvol mətn arasındakı ölçü münasibətləri hansı prinsiplə yığılsın. Müəyyən yayılmış məşhur formulalar var. O formulalardan birini göstərəcəm. Üçlü qaydası, üç qaydası deyə bilərik. Simvol hazır, mətn hazır. Götürürük simvolun kopyasını çıxardırıq yanına 1, 2, kənarına çıxartdıqlarımızın opacitysini azaldırıq və yazını gətiririk həmin o alınmış yeni ölçülərin eninə. Gətirdik. Bunlar artıq bizə lazım deyil, sildik və salam. Deyə bilərik ki, ideal həmin o üçlü qaydasına görə ideal proporsiyanı tutduq. Növbəti sual yaranır ki, bəs yaxşı, mətni bu qədər simvola yaxın eləyək, yoxsa biraz aralı eləyək. Burada yenə də bizə müəyyən bir qayd lazım olacaq. Yenə gəlirik, xəttlərə müraciət edirik. Line Segment Tool. Bir dənə xətt çəkirik. Rəngini elədik göy, qalınlığını eləyirik 0,25. Götürürük bunu böyük hərflərin hündürlüyünə yapışdırırıq. İkinci xəttimizi baseline, mətnin baza xəttinə yapışdırırıq və bunu da bu hazır olan hissəni də bölürük 3 hissəyə. Hər ehtimala qarşı bunu distribute edirik. Əla. Götürürük. Bu 3də 1-i qaldırırıq yuxarı. Təsadüfən gördünüzsə necə ideal mən bunu otuzdurmuşam. Yəni bu hardasa yuxarıda və yaxud da ki aşağıda olsaydı, bizim mətnlə simvolun arasındakı o ideal düzgün məsafəmiz bu olacaqdı. Hələ ki tagline-ı qoyuruq qırağa. Biz bilirik ki, ən çox yayılmış bir neçə şablon ölçü formatları var. Onlardan biri kvadrat. Düz bucaqlı çəkirik, ağ eləyək bunu. Loqonu qruplaşdırdıq, gətirdik, üzə çıxartmaq və seçək bunun mərkəzində yerləşdirək. Yəni bu vertikal bizim loqomuzun versiyası. Həm düz bucaqlıda, yəni kvadratda yaxşı işləyəcək, həm bunu əgər portrait eləsək, həm portraitdə özünü yaxşı aparır, həm də ki vertikal edəsi olsa, tutaq ki story formatında istifadə edirik, vertikalda da bu özünü çox yaxşı aparır.
Birdən bizim layoutumuz olacaq, baxın baba belə. Ensiz bir layout, hündürlüyü az olan bir layout. Burada təbii ki, bunu yenə istifadə edə bilərik. Bizə verilmiş məkandan maksimum istifadə etmək üçün loqonun başqa alternativ variantları lazımdır. Keçirik loqonun qridlərə uyğun horizontal versiyasını yığmağa. Götürək bu iki xəttimizi tam mərkəzə gətirək. Oldu 6 dənə xana. Götürək bunun kopyasını çıxardaq. Hətta kənara da özümüz üçün nə qədərsə xanalar çıxarda bilərik ki, maksimum rahat olaq. Mövcud xəttlərimizin kopyasını çıxardaq. Rotate eləyək. Gətirək mətnimizin kənarına. Simvolumuzu da gətirək mətnin kənarına. Otuzdurduq bunu bu hissəyə. Aha, bəh, nə qəşəng oturdun. Ortada olan xanalar mənə çox gözəl ipucu verirlər ki, bunu bir xana yoxsa iki xana mətndən kənarda saxlayım. Baxırıq ki, yuxarıdan 2 xana, yuxarıdan 2 sətir, aşağıdan 2 sətir. Hər şey gözəl, qəşəng. Götürürük test eləmək üçün. Xəttlər bizə mane olmasın. Çəkirik sağ tərəfə. Baxırıq ki, simvol mətndən çox böyükdür. Götürək, kiçildək. Əlimizdə ideal xanamız var. Kiçiltdik, yerləşdirdik bunu bu cür. Test edirik yenə də. Götürürük, çəkirik kənara. Bu dəfə proporsiya bizə xoş gəlir, amma burada bir dənə incə nüans var. Smile line, aşağısı yazımızın düppədüz gedir. Bunu test eləmək üçün bir dənə rectangle çəkirik. Yuxarıda görürsüz i-nin nöqtəsi, elin çıxan xəttini nəzərə almasaq, bizdə ağırlıq əsas düşüb bu smile line, bu m-nin, i-nin, e-nin, n-nin üzərinə. Bunu isə align eləmək üçün biz gərək nisbətən yuxarı qaldıraq. Nisbətən yuxarı qaldıraq və sonra da bunu siləndən sonra kiçildəndə görürük ki, bəli, əsl mərkəzə align indi budur. Gözəyarı yuxarı qaldırdıq, amma işimizdə maksimum çalışırıq ki, hər şeyi gridə uyğun yığaq. Görəsən burada da biz həmin o gridi tətbiq eləyə bilərik, yoxsa yox. Əgər bu sayını çoxaltdığımız xəttlərimiz bizim işimizə yaramırsa, biz bunu biraz da sayını çoxalda bilərik. Götürək bunları. Alt shift-i basıram, smart qaydım aktivdir. Bu qədər artırırıq. Yenə də mərkəzinə gəldim. İndi bizdə 1, 2, 3, 4 cərgə yuxarıdan, 1, 2, 3, 4, 4 cərgə aşağıdandır. Biz sadəcə götürürük bunu bir xana yuxarı qaldırırıq. Yenə də nəticədə bizim bu N hərfimiz 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5, 6. Təxmini istədiyimiz nəticə oldu. Həm vizual mərkəz əlayında, həm də ki, dəqiq hər şey gridə oturur. Götürək bu yeni yaranmış loqomuzu, çəkək, qoyaq kənara, kiçildək, test eləyək. Yeganə narahatçılıq nə ola bilər? Görəsən mən bu mətni simvoluma daha yaxın eləsəm. Ümumiyyətlə loqo prosesində biz bir variantın 5 dənə, 10 dənə başqa alt variantlarını test edirik. Yan-yana qoyuruq ki, görək hansı daha yaxşı işləyir. Mən belə baxıram ki, mətn simvola daha yaxın olanda yaxşı işləyir. Bir variantımız, vertikal variantımız buradadır. Horizontal variantımız buradadır. İkisini də götürürük, kiçildirik. Test edirik görə bizim horizontal variantımız həmin o yeni layoutumuzda işləyirmi? Təsəvvür eləyək ki, bu klinikanın giriş qapısının üzərindəki yazıdır. Loqomuzun horizontal versiyası horizontal layouta ideal oturdu. Hətta lazım olsa bu bir portretə də yaxşı oturur. Yəni yerinə görə istifadə üçün bütün versiyaları hazırlayırıq. Növbəti etapımız gəlir. Tagline-ı əgər işə qoşmaq istəsək. Tagline-ı gətiririk bu hissəyə. Niyə görə tagline-ı uppercase ilə yazmışıq? Çünki təsəvvür edin biz bunu lowercase ilə yazsaq. Biz bunu kiçiltsək, bunun altına yerləşdirsək. Yenə bizdə burada maraqlı ritm yaranır. Bil ki, Böyük Qafqaz dağlar silsiləsi, Kiçik Qafqaz dağları. Bizə lazımdır ki, yuxarıda bir dənə dağ olmağı yetər. Götürək bunu uppercase eləyək, trackingini açırıq, Ctrl-Shift-O, kiçildirik və indi biz bunu hansı ölçüdə və hansı məsafədə yerləşdirək. Burada olsun, yoxsa böyüsün, yaxınlaşsın və s. Yenə də bizim işimizə, bizim köməyimizə xəttlər gələcək. Xətti yapışdırdıq baseline-a.
növbəti xətt yapışdırdıq cap height-a. Sonra 3 dənə xətt burada mənə kifayət eləməyəcək. Ona görə mən burada 4 dənə xəttlə gedəcəm. Hamısını seçdim. Yenə də distribute və kopyasını çıxardım, yapışdırım bura. Alınan baseline grid deyə bilərik buna. Bu gridin içərisində dental care mətnini yerləşdiririk. Böyütdük, yerləşdirdik. Sildik bunu. Əla. Loqotipin tagline-lı versiyası və tagline-sız versiyası. Təbii ki, ardınca sual gəlir, bəs horizontal elementdə, horizontal versiyada biz tagline əlavə eləmək istəsək necə eləyək? Yenə də götürürük burada istifadə etdiyimiz tagline-ı gətiririk bizim burada horizontal loqo üçün yığdığımız gridin üstünə. Götürək bunun kopyasını çıxardaq, hər ehtimala qarşı. İndi bu dental care tagline-ı bu kompozisiyaya inteqrasiya eləməyə çalışaq. Götürürük dental care sözünü. Fikir verirsinizsə, bəxtimizdən elə bu iki xananı ideal tutur. Səni çəkirik, sol xəttə birləşdiririk. S hərfi ilə yəqin oynayacağıq. Baxmayaraq ki, S hərfinin kənarı bu bizim grid xəttimizə yerləşir, amma ki, əsas ağır hissəsi bizdə düşür. Bax, bu oval yerə. Bunu da gətirdik, bu hissəyə birləşdirdik və baxırıq ki, bizim loqomuzda artıq aşağıda bir ağırlıq ələ gəldi. Bu ağırlığı test eləmək üçün, əmin olmaq üçün götürək simvolu, çəkək qırağa. Görürük ki, yes, əslində bunu belə saxlamaq olar. Yəni, bu bir versiyadır. Elə bil ki, əsas fundament tökülüb aşağı, yuxarı hissə də özü üçün ucalır. Simvolumuza vertikal nizamlamaq istəsək, onda seçirik yenə də bunların ikisində. Və əlimizin altında belə detallı gridimiz var. Götürək bunu, qaldıraq yuxarı. Test edirik ki, bunlardan hansı daha yaxşıdır. Və bunların ikisinin arasında mən seçirəm yuxarını. Loqonun vertikal və horizontal versiyaları, tagline-ı, tagline-sız hazır. Bir də ki, loqonun başqa bir alternativ versiyasını da eləyə bilərik. Harda ki, əsas fokus vermək istəyirik simvola. Bu əslində olduqca rahatdır. Götürürük yazımızı, kiçildirik, gətiririk, yaxınlaşdırırıq. Simvolun eninə görə 1, 2, simvolun eninə yaxınlaşdırdıq və artıq bilirik ki, əgər bizim qarşımıza yenə bir problem çıxsa ki, bu simvoldan nə qədər, hansı məsafədə aralı olsun, götürəcəyik bir xətt çəkəcəyik, bunu bölək 3 yerə, elə bu qalınlıqlardan birini qaldıraq yuxarı, mətnimizi simvolu qaldırdıq, mətni saldıq aşağı xəttə və salam. Bu da oldu bizim simvol yüklü loqomuz. Loqomuzun bütün alternativ versiyaları burada. Deyə bilərsiniz ki, ay Murad müəllim, bu kvadratla nənəm də loqonu gridə otuzdıra bilər. Birdən daha qəliz bir forma ilə işləyəsi olsaq, daha qəliz mətnlə işləyəsi olsaq, onda necə eləyəcəyik? Elədirsə, gəlin biz bu tətbiq elədiyimiz metodu başqa formalarda yenidən sıfırdan test eləyək. Yeni bir dokument yaradırıq. Düz bucaqlı çəkək, Shift X, stroku yığışdıraq. Kənar künclərini tuturuq, bunu eləyirik round. Kopyasını çıxardırıq, bunu propertiesdən eləyirik reflect. Kopyasını çıxardırıq, 45. Biz belə super gridlə işləyirik, onda gəlin grid view-nu yandıraq. Grid view-nu yandırandan sonra bunu yerləşdirək bura, bunu yerləşdirək bura, ortasında bunların ikisini seçək, qrup eləyək, sonra yuxarıdakı yarpağımızı da buna görə mərkəz eləyək və gətirək qoyaq bax bura mərkəzə. Və altından bir yazı yazaq, garden spaces. İşi biraz da çətinləşdirdik. Gəlin bir seriflə gedək. Serif, noto serif olsun. Noto serif, garden spaces trackingini yığırıq. Hətta mətn çoxalıb deyənə bunu biz eləyəcəyik uppercase və bunu ümumiyyətlə bold da eləyə bilərik. Bold elədik. Bayaq öyrəndiyimiz qaydanı tətbiq eləmək istəyirik. Bir kopyasını çıxartdıq bura, bir kopyasını çıxartdıq bu hissəyə. Götürdük bunların opasitesini azaltdıq. Opasitesini azaldandan sonra
Bunu belə təxmini test edirik. Bunu belə böyütdük, bunu belə böyütdük, bunları sildik. Baxırıq ki, əslində burada bizdə vertikal loqo alınmayıb. Bu əslində yenə də horizontal loqodur. Bunu vertikal formada, vertikal konstruksiyada yığmaq üçün biz gərək bunu 2 sətrə bölək. 2 sətrə bölək, leading məsafəsini yığaq, bunu eləyək mərkəzi align, gətirək bu hissəyə və burada baxırıq ki, bizə artıq yeni bir konstruksiya lazımdır. Təbii ki, bizim o 3:1 konstruksiyamız hər yerdə ideal işləməyə bilər. Amma bu dərsin mövzusu odur ki, bütün proporsiyaların arxasında hansısa alqoritm, hansısa bir miqyas dayansın. Gələk bunun bir kopyasını çıxardaq sağa, bir kopyasını çıxardaq sola. İkisini yenə seçək, opacitysini azaldaq. İndi əgər biz bu mətnimizi yenə də belə böyütsək və kənardakıları silsək, görəcəyik ki, tam istədiyimiz deyil. Gördüyünüz kimi şərait dəyişir və bəzi qaydalar dəyişirlər. Biz nə edəcəyik? Bu dəfə 3:1 qaydasından yox, kənara çıxartdığımız loqonun tam mərkəzinə bir xətt gətirdik. Xəttkeşimizi yandıraq. O birisi loqonun da tam mərkəzinə bir xətt gətirdik. Sonra mətni kiçildirik, yerləşdiririk. Bax bu xəttkeşə. İndi kənarları silsək, xəttkeşi söndürsək, görəcəyik ki, bəli, bu daha harmonik, daha gözəl görsənir. Yenə də mətnlə simvol arasındakı münasibətlərdə ilişdiyi qaldıqsa, Ctrl+Shift-O eləyirik mətnimizi. Təbii ki, həmin o 3 xətt qaydasını çox rahat burada tətbiq eləyə bilərik. 3 xəttimiz hazır, onun kopyasını çıxardırıq yuxarı. Simvolumuzu yaxınlaşdırdıq o 3:1 aralığına, götürdük, bunların hamısını sildik. Gözəl. Münasibətlərimiz gözəl. Hətta lazım olsa, biz bu gridi birdən də kopyasını çıxarda bilərik. Spaces sözünü yaxınlaşdıracağıq həmin xəttə. Xəttlərimizi silirik, baxırıq. Gözəl bir dənə kombinasiya alındı. Bəs bunun vertikal versiyasını necə hazırlayaq? Gəlin onu da yoxlayaq. Xəttlərimizi qaytardıq. Kopyasını çıxartdıq. Yazını bu dəfə eləyəcəyik left align. Yazını bu dəfə eləyirik left align. Bəzən dizaynerlər, çox vaxt da bu müştərilərdən gələn istəkdir. Loqotipin orijinal versiyası bunu qəbul ediblərsə, götürürlər, deyirlər bunun vertikal versiyasını sadəcə götürün, yazını kənara qoyun, iş bitsin. Amma ki, yazını kənara belə mərkəzi alayından qoymaq olmaz. Sol tərəfdə bizdə bir vizual dominant var deyə biz götürürük, yazımızı da left align eləyirik, yəni sola yapışdırırıq. Əgər bunun altında tagline olsa, lorem ipsum məsələn, əgər bunun altında tagline olsa, bu da, yəni belə mərkəz olmayacaq. Bunlar hamısı left align olub, baxın belə yerləşəcək. Yəni bunun qaydası budur. Əgər tagline olsa, tagline mərkəzi kompozisiyada mərkəzdə olur. Əgər left align olacaqsa, vertikal versiyasında belə olacaq. Fikir verdiniz? Left align. İndi keçirik bizim bu dizaynımızı yığmağa. Space-i götürürük. Garden sözü ilə align eləyirik. Xəttimizi gəlin biraz böyüdək. Xəttimizin tirajını çoxaldaq. Simvolumuzu gətirək qoyaq buralara. Xətti nazikləşdirəcəm, məni çox pis yorur. Və bunun Ctrl+C, Ctrl+F kopyasını çıxardıb, rotate eləyib, gətirib oturtduracağam bura. G hərfinə, S hərfinə yapışsın. Burada yeri gəlmişkən, Garden sözündə, bəli, bunları seçim. Öz aralarında, yəni S ilə G-nin öz arasında mən bunları align edeyim. S nə qədər yaxındırsa xəttə, G də o qədər yaxın olacaq. Sonra əsas xəttimiz budur. Yuxarıdan bir xətt, bir cərgə buraxırıq. Aşağıdan bunu da silirik. Aşağıdan da bir cərgə buraxırıq. Mətni yaxınlaşdırırıq simvolumuza və simvolla da mətn arasında əslində elə bir xana boş buraxa bilərik. Götürdük, kopyasını çıxartdıq, gətirdik. Burada bir maraqlı nüans var. İstəmirəm ki, mətnlə simvolun arasındakı boşluq münasibəti simvolun özünün içindəki daxili boşluq münasibəti ilə konflikt yaşasın. Ona görə bunların arasındakı məsafəni 2 dəfə artırıram. Silim köhnə versiyanı,
Kopyasını çıxardım, gətirim qoyum bu hissəyə. Bəli, bizim loqonun lorem ipsumunu çıxartsaq, bizim loqonun həm vertikal, həm də horizontal versiyası yenə də hazır. Gördüyünüz kimi bu 3 qaydası və gridlərlə işləmə metodu işimizə yarayır. Realda bu simvol ideyasına gəlib çıxmaq üçün şrift seçiminə gəlib çıxana qədər əvvəldə brendin arxetipi ilə tanış olmaq, strategiyasından tanış olmaq, bazar araşdırması aparırıq, çoxlu eskizlər hazırlayırıq və o çoxlu eskizlərin içindən ən uğurlusu, ən potensialı olanları biz artıq vektor halına gətiririk və vektor halına gətirəndən sonra da gördüyünüz qayğılarımız başlayır. Loqonu da hazırlayandan sonra biz unutmuruq ki, loqotip, loqo şirkətin simasıdır. Amma şirkətin libası onun brendingidir. Yəni loqo görsənməyəndə brendi hansı vizual, hansı görüntü əks etdirəcək. Bütün bunları dərindən öyrənmək üçün bizim bu yaxınlarda loqo və brendinqə həsr edilmiş xüsusi intensivimiz başlayır. Əlavə məlumat üçün bizə Instagrama, saytımıza və yaxud da ki, elə bu videonun altında yazıb maraqlana bilərsiniz. Loqo və brendinqlə bağlı sizə maraqlı olan sualları, şərhlərinizi, fikirlərinizi videonun altında yazın, məmnuniyyətlə cavablayaq və ehtiyac varsa həmin mövzuda da video hazırlayaq. Hələlik gələn dərslərdə görüşərik.